Siz danışırsınız öz-özünüzə hər gün, mən isə danışmıram, çünki yaranmışam underground üçün. Reperlər çıxır mənim qabağıma hər cür, amma hamısını dəlib keçirəm silahlarımla cürbəcür. Azərbaycanda millətə repi başa salmaq kimidir? Mən niyə necə Məkkəyə girmək ümidin? Erməniyə başa salmaq lazım idi ki, kim idi? Məkkəyə girə bilməyəcəyini bilmirdin. Birinci öz ümidi vidir etdin, girə bilmədiyi başa düşüb özün itirdin. Tanrının evinin qabağında dilin iti idi deyə cəhənnəm olub cəhənnəmə itildin. Pis idin, günah işləyərkən tövbə edəcəyini bilmirdin deyə cəhənnəmə gedirdin. Pis deyildin, pis olsan belə işlədiyim günahların tövbələrini edib cənnətə girdin. Cəhənnəmdə körpüdən keçə bilməsən yanarsan, düşüb orada qalarsan. Yaxşılığın çox olsa bir yolunu taparsan, körpüdən keçib cənnətə çatarsan. Qarşılayacaq orada səni mələklər, görəsən ətrafında bəzəklər. Cənnətin qapısından keçmisənsə demək çox olub səndə yaxşı əməllər. Girmisənsə cəhənnəmə deyilsən, cənnətdə üstüvə olacaq hər cür cəhətlər, lənətlər, dəhşətlər, qəflətlər. Çox yemisən sən kələklər, box yemisən sən əlbəttə. Baxırsan cənnətə həsrətlə, yapışıb qalmısan cəhənnəmdə. Bədənində olacaq vəlvələ, girə bilməyəsən cənnətə. O zaman keçək biz əvvələ, baxaq əlimizdəki cədvələ. Bu gün olacaq bəlkə zəlzələ, zəlzələnin başını buraxın. Dediklərim həqiqətdir, oyanın. Qolları tut üstünə ocağın, ağrıyacaq əlbəttə qolların.